Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi qışa hazırlığım davam edir. İllərdir bu üsulla hazırladığım və çox da razı qaldığım xırçıltılı alça turşusu hazırlayacağam. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Alçanı axar su altında təmiz-təmiz yuyuram. Gördüyünüz kimi alçanı yudum və bizə nə lazımdır? Qara toxum istiot götürmüşəm, sarımsaq, giləmərzə, turşularımın olmazsa olmazı nanə. Qeyd edim ki, giləmərzə cənub bölgəsinə aiddir. Bazarlarda satılır, turşulara xüsusi bir dad qatır. Əgər varsa istifadə edin, yoxdursa nanədən istifadə edə bilərsiniz. Gördüyünüz kimi 1 litrlik bankalar götürmüşəm. İçərisinə qara toxum istiot əlavə etdim və 2 diş sarımsaq əlavə edirəm hər bankaya. Və nanə əlavə edirəm. Və bir budaq giləmərzədən əlavə edirəm hər bankaya. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Və alçanı bu qaydada bankalara doldururam və hər bankaya 1 dilim limon əlavə edirəm, dadına dad qatsın deyə. Bankalarımızın hamısını doldurdum gördüyünüz kimi və hər bir bankaya 1 yemək qaşığı turşu duzu əlavə edirəm. Qeyd edim ki, turşu duzu marketlərdə satılır, böyük paketlərdə olur. Bunu bilənlər bilir, bilməyənlər üçün deyirəm. Və hər bir bankaya 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Şəkər tozu da ona görə əlavə edirəm ki, həm dadına dad qatır, həm də xarab olmağının qabağını alır. Və hər bir bankaya 1 armud stəkan üzüm sirkəsi əlavə edirəm. Və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Dediyim kimi, asan, tez başa gələn bir turşudur. Qapaqları da qaynar suya qoymuşam. Qeyd edim ki, qapaqlar təzədir. Artıq turşularımız hazır oldu. Bunları biraz qarışdıracağam. İçərisində sirkə, duz, su bir-birinə yaxşı qarışsın deyə və bunları sonra isti ədyala büküb bir gün saxlayıram. Səhərsi günü bunu çıxardıb sərin yerdə qışa qədər saxlayıram. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun sonuna gəldik. Əgər paylaşdığım videolar sizlərə faydalı olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Gördüyünüz kimi bu da səhərsi günü alçaların rəngi də dəyişib və bunları bu qaydada qışa qədər sərin yerdə saxlayıram.
Bəli, dəyərli izləyicilərimiz, hələlik bu qədər sağ olun. Allah'a əmanət olun.